Salam, hər vaxtınız xeyir olsun. Mən buradan Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə müraciət edirəm. Cənab prezident, mən Hacıbəyeva Billurəm, Nizami rayon Keşə qəsəbəsində yerləşən, keçmiş adı European Tobacco Baku olan, indiki adı Baku International Tobacco tütün istehsal edən müəssisənin səhmdarıyam. Mənim kimi 50-yə yaxın səhmdar var ki, biz 2000-ci ildə həmin müəssisə səhmdarlarıyıq. 2000-ci ildən bugünə qədər biz doğru düzgün dividend ala bilməmişik. İldə 10-15-20 manat dividend alırıq. Dividendi də sonuncu dəfə 2023-cü ildə 11 manat 70 qəpik dividend almışıq. Dividenddə necə alırıq? Həmin müəssisəyə yaxınlaşaraq adımızın qarşısından imza ataraq alırıq. Nə bizə qəbz təqdim olunur, nə də ki bank hesabımıza köçürülür. Müəssisənin direktoru Azər Süleymanlı və müavini Orxan Balakişiyev səhmimizi onlara 7000-ə satmağımızı tələb edirlər. Bəzi səhmdarlar var ki, onları Azər Süleymanlı və Orxan Balakişiyev aldadaraq çox ucuz qiymətə səhim onlardan alıbdır. Bəzi səhmdarlar da var ki, onları həmin müəssisəyə dəvət edərək çox yüksək məbləğ, səhmdarların istədikləri yüksək məbləğinə razılığa gələrək səhim onlardan alıblar. Belə deyək də, Azər Süleymanlı istədiyi şəxsə ucuz qiymətə, istədiyi şəxsə baha qiymətə səhimi alır. Biz Azər Süleymanlını görməmişik, tanımırıq da kimdir. Bizə həmin müəssisəyə içəri girməyə icazə vermirlər. Orxan Balakişiyev bizim qarşımıza çıxır, çölə çıxaraq bizə deyir ki, siz European Tobacco Baku'nun səhmdarlarsınız. Bura Baku International'dır. Səhmin qiyməti 6 qəpikdir. Sonra dedi ki, 7000'ə biz sizdən alırıq. Orada dəyişən European International sözüdür. Eyni sigaretlər istehsal olunur. Eyni sigaret maşınlarıdır. Hər bir şey eynidir. Müəssisənin ünvanı eynidir. Bizə məktublar gəlir icrasa çağırmaqla. Eyni ünvan göstərilir. Səhim kağızında eyni ünvan göstərilir. Belə deyək, bütün səhim sənədlərində eyni ünvan göstərilir. Amma bizə deyir ki, siz European. Orada European International sözüdür. Tobacco olaraq yerində qalıbdır. Sigaret tütün istehsalı olaraq o yerində qalıbdır. Hal-hazırda da fəaliyyət göstərir. Hal-hazırda da yaxşı bir satış edir. Deməli, bizə evimizə məktublar gəlir. Bizə iclasa dəvət edirlər. Məktubda həmin ünvan göstərilir. Məktub həmin müəssisədə yox, bizi otelə dəvət edirlər. Biz otelə gedirik. Deməli, iclas oteldə keçirilir. Bu həmin bu müəssisədən heç bir şəxs ora gəlmir. Səhmdarların sədri 2 ildən çoxdur Tural Qasımov seçildi. Biz onu tanımırıq kimdir. Yəni, anar adında bir vəkil tuturlar bunlar. Müqavilə əsasında, etibarnamə əsasında. Həmin şəxs gəlir, iclas keçirdir. Heç bir sualımıza da cavab verə bilmir. Bizə deyir ki, mənim həmin müəssisəyə heç bir aidiyyətim yoxdur. Mən etibarnamə əsasında gəlmişəm bura. Cənab prezidentimizin çox gözəl bir sözü var ki, məmur xalqın yanında olmalıdır. Amma Azər Süleymanlı bizi saymır. Bizim səhmdarlarımıza komissiya məhkəməsinə müraciət olunubdur. Komissiya məhkəməsi bizim xeyrimizə qərar veribdir, biz səhmdarların. Qarşı tərəf bizi apellyasiyaya, daha sonra isə ali məhkəməyə verdi. Orada da qərar bizim xeyrimizə gəldi. Hal-hazırda da bizim işimiz Nizami rayon İcra və Proqressiya şöbəsindədir. Azər Süleymanlı məhkəmə qərarlarına tabi olmur. Azər Süleymanlı səhmdarları saymır. Azər Süleymanlı belə deyək, rəsmən bizi saymır, heç qəbul etmir. Biz sual ünvanlamaq istəyərdik. Azər Süleymanlını, Orxan Balakişiyevi qanundan üstün tutan kimdir? Azər Süleymanlı və Orxan Balakişiyevə arxayınlaşdıran kimdir ki, məhkəmə qərarlarını, icra qərarını və səhmdarları saymır? Niyə Ulu Öndərimizin 2000-ci ildə Ulu Öndərimiz bu European Tobacco Baku'ya gələrək səhimə imza ataraq, sərəncam verərək səhim olaraq bizə verildi. Yəni sərəncamla Ulu Öndərimizin sərəncamı əsasında 2000-ci ildə Ulu Öndərimiz həmin bu müəssisəyə gələrək sərəncam imzalayaraq bizə səhimlər verildi. Azər Süleymanlı həmin səhimləri tanımır. Cənab prezidentimiz, rica edirəm sizdən bu məsələni öz nəzarətinizə götürəsiniz. 25 ildə bizə qarşı olan özbaşınalığı, bizə qarşı olan hörmətsizlik, saymamazlığı çox rica edirəm öz nəzarətinizə götürəsiniz. Çox təşəkkür edirəm sizdən. Minnətdarlığımı bildirirəm.